Bax, iynə dərman borcu, apteklərin borcu, inan Allah, yəni özümü asmaq dərəcəsində çatmışım. Salam gözəl insanlar, hal-hazırda Ağdaş rayonunun Dəhnə Xəlil kəndindəyik və gördüyünüz kimi bir çarəsiz ananın, ailənin evindəyik. Həm balası xəstədir, həm yoldaşı xəstədir. Bax, evləri bu vəziyyətdədir, bu cür şəraitdə qalırlar. Bir zəhmət olmasa keçək içəri. Bir problem nədir, başıma dönüm? Problem bax, mənim yoldaşım, yəni ürəyində elektroşok cihaz var, yəni açıq göstərib, bax, dəmir aparatdır burada. Dəmir aparat, ay sağ ol. Dər altı yerləşdirilibdir. Xəstənin iynə dərmana, yəni məcburdur, iynə dərman yazılıbdır. Yəni əlimdə reseptlər var, 240... Reseptlər bunlardır da, hə? Bəli, bəli, reseptləri var, 240 manat pul tutur reseptləri. Onu inşallah canlıda deyəcəyik. Bu qardaşımıza nə olub? Bu uşaq da həm qaraciyərdən əziyyət çəkir, həm talasamiya xəstəsi, ağ qan çoxdur, qırmızı qan azdır, ağ qan, qırmızı qanı yiyir. Can, Allah şəfa versin. Yəni, belə başqa evlə bağlı nə problemimiz var? Produktdur, yoxsa? Bax, mən evimin, elə bax, bu dəqiqə hal-hazırki vəziyyətdə Allahın olsun, ağız atmağa nə çörəyim yoxdur, nə unum yoxdur. Heç bir şeyim yoxdur. Mən sizin kimi anaların qarşısında baş əyirəm. Elə bir yazışıza, zəngüzə mən durub gəlirəm. Bax, neçə gündür ki, rayon-rayon gəzirəm. Var olsun xalqımın qeyrətli oğlanları, qızları Moskvadan, Rusiyadan, Avropadan, Azərbaycandan hamısı görüb dəstək olur. Sizin kimi analara, qardaşlara. İnşallah hər birinizdən xahiş eləməzlərim. Bu videonu paylaşacağım. Gəlin canlıda inşallah dəstək olun. Buyurun ana. Özüm də ekstrajeniskidən, yəni ağır əməliyyat olmuşam. Yəni o formada dayanmıram. Bütün kəndim mənim, yəni bildirə bilər ki, mən onun həyətində gəlirəm. Bax, o xəstə uşaqdan çırpı yığıram, ağac kimi belləyirəm, ağac buduyuram, yəni dayanan dörük. Amma bu axır bax, oradan yıxılmışam, əlimdə deyil, bax, o tefal. Bura hansı, hara oldu? Ağdaşın? Ağdaşların Dəhnə Xəlil kəndidir. İnşallah gözləyirəm. Görürsünüz də, bura belə çarəsiz evlərə gəlir ki, gözləri sağ olsun sizin kimi mərhəmətli insanlar dəstək olurlar. Gözləyirik inşallah, gəlin canlı Xahiş edirəm, dəstək olun. Mən yəni vəziyyətim çox ağırdır, yəni imkansız vəziyyətdəyim. Heç cürə mümkün deyil. Kreditlərdən, nə bilim, bax, iynə dərman borcu, apteklərin borcu, inan Allah, yəni özümü asmaq dərəcəsində çatmışım. Can, inşallah yaxşı olar. Son ümidim sizsiz. İnşallah gəlmişik, şükür Allah'a hara gedirik, dəstək olurlar və sizin kimi çarəsi var. Gəldiniz, Allah razı olsun sizdən. Sağ olun. Gözəl insanlara Allah can sağlığı versin. Amin.